Salam, hər vaxtınız xeyir. Biz bir Meridian 2014 komandası olaraq saat sənətinin paytaxtı olan Cenevrədəyik. Və burada fərqli markaların yeni modelləri təqdimatı olunan bir Watch and Wonders sərgisində iştirak edirik. Burada bizim markamız olan Frederic Hans'dan və onun da timsalında İsveçrənin fərqli həm dizayner markaları, həm köklü saat tarixi olan markalar təqdimatı olunur və ən yeni modellər bugünkü bu sərgidə göstəriləcək, onların tanış olacaq və bunları sizinlə də tanış etmək istəyirik. Sərgiyə giriş mərasimi öz-özlüyündə bir ritualdır. Hər ziyarətçi ciddi yoxlamadan keçir, təhlükəsizlik isə yüksək səviyyədə. Bu sadəcə bir sərgi deyil, bu saat sənətinin öz nüfusunu qoruduğu bir məkandır. Girişdə bizi saat sənətinə həsr olunmuş kataloqlar qarşılayır. Hər biri öz markasının fəlsəfəsini əks etdirir. Divarlarda isə fərqli brendlərin illüstrasiyaları. Bu sadəcə təqdimat deyil, bu bir vizual bayramdır. Sərgi daha başlamadan saat sənəti tanışmağa başlayır. Sərgi salonunun içi isə vaxtın özü kimi axır. Hər tərəfdə fərqli markalar, texnologiyalar, zərif dizaynlar. Tag Heuer stendində isə tamam başqa bir ruh var. Burada zaman sürətlə yarışır. Formula 1 maşınları, saatlar, adrenalin və dəqiqlik eyni vitrində birləşir. Sıralar çox şey deyildi. IWC stendi ziyarətçi axınına görə 3-cü yerdə idi. Jaeger LeCoultre zərifliyi ilə diqqət çəkir. Bu dəfə 2-ci sırada. Amma Rolex sadəcə bir marka deyil. Bu saat sənətinin özüdür. O artıq sərgilərdə stend yox, deyərdim ki, öz binası ilə təmsil olunur. Zamanı göstərmir, zamana birbaşa nüfuz edir. Hər dizaynında dəqiqlik yox, şəxsiyyət var. Sükut içində danışır və hər kəs onu dinləyir. Nə qədər sərgi varsa, harada saatdan danışılırsa, birinciyə demək olar ki, həmişə Rolex'indir. Rolex vitrini. Bu sadəcə saat nümayişi deyil. Hər vitrin seçilmiş dizayn, düşünülmüş dekor və marka ruhunun təcəssümüdür. Modellər dəyişir, amma incəlik dəyişmir. Rolex sadəlik içində mükəmməlliyin səssiz ifadəsidir. Rolex'in balaca qardaşı sayılan Tudor da bu sərgidə öz yerini ciddiyyətlə aldı. Və daha sonra Patek Philippe. Bu sadəcə bir stend deyildi, bu özlüyündə bir dünya idi. Stendin qarşısında bizi mexanizmlərlə, innovasiyalarla tanış edirdilər. Yeni kolleksiyalar öz zərifliyi və texniki gücü ilə parıldayırdı. Kubix kolleksiyası da bu sərgidə idi, ən yeni dizayn yanaşmalarından biri kimi. Vitrində qadın modelləri də yer almışdı. İncəlik və güc eyni anda təqdim olunurdu. Söhbət Patek Philippe'dən gedirsə, burada saatlar sadəcə qızıl rəngdə deyildi. Onlar həqiqətən də qızılı materialdan düzəldilmişdi. Və əlbəttə ki, zaman burada dayanmadı. Biz də dayanmadıq. Bu yalnız birinci hissə idi. Bəli, bu artıq ikinci hissədir. İndi isə sizi sərginin dərin qatlarına aparaq. Və möhtəşəm Swiss brendlərinin arasında bizi başqa bir stend qarşılayırdı. Grand Seiko. Bu sərgidə yeganə Swiss made olmayan markadır. Made in Japan, amma Swiss keyfiyyətindən geri qalmayan. Hətta öz yolunu, öz ruhunu sərgiləyən bir marka. Stend sanki kiçik bir Yaponiyadır. Minimalizm, təmizlik və zəriflik iç-içə. Burada insanlar təkcə saatlara baxmır, əsl saat ustalığını yaşayır. Ustalar real-time saat mexanizmlərini sökür, yığıb izah edir. Təcrübəni isə canlı paylaşırdılar. Grand Seiko bu sərgidə tək fərqli ad deyildi, fərqli bir dünya idi. Bu sərgidə elə bir stend gördük ki, bu stenddən heç vaxt yan keçə bilməzdik. Demək olar ki, bu sərginin ən fərqli, ən kreativ stendlərindən biridir. Biz hal-hazırda Panerai markasının stendindəyik. Fikir versəz, hətta kiçik bir submarin belə gətirib yerləşdiriblər sərgidə və istəyərdik ki, onu çox detallı göstərəsiniz, amma izləyicilərin çox marağını çəkdiyindən çox da yaxınlaşa bilmirik. Ətrafa fikir versəz, stendin quruluşunu elə formada yığıblar ki, sanki okeanın dərinliyində bir yerdən bir yer götürüb, həmin yerdə bu stendi qurublar. Sağa sola fikir versəz, okeanın daxilində, dibində edilmiş kimi hissi. Bu markada fərqli çox brutal olan modellər vardı. Hansı ki, Sylvester Stallone'nin kolleksiyasında yerləşir bu modellər, hal-hazırda gördüyünüz modellər. Bəlkə də bu saatlarda olan brutalizm idi elə Sylvester Stallone'ni cəlb edən. Əlavə olaraq onu demək istəyirəm ki, burada bir səth çəkiblər ki, hansı ki, o biri tərəfdə öz dillərləri üçün, öz fərqli ölkələrdə yerləşən distributorları üçün şəxsi olaraq məlumatlandırma edirlər, ətraflı məlumat verirlər, markanın həm tarixi, həm yeni innovasiyaları haqqında geniş məlumatlar ötürürlər. Burada belə bir dənə cihaz var ki, hansı ki, buradan sərgidən xatirə olaraq şəkil çəkilə bilirsiniz və o şəkli çap edib sizə verir. Daha hazır biz şəkil çəkdirmişik. Şəklini çıxardacaq və onu özümüzlə Azərbaycana gətirəcək. İsti.
Bell & Ross stendinə yaxınlaşdıq. Sərginin mərkəzində yerləşən bu stend bizi xüsusi bir jet maketi ilə qarşılayır. Marka aviasiya və kosmos dünyasından ilhamlanaraq pilotlar və astronavtlar üçün funksional və davamlı saatlar istehsal edir. Stendin ortasında yerləşən mexanizm 70 saatlıq güc rezervini nümayiş etdirir. Bu uzun müddətli dəqiqlik və etibarlılıq deməkdir. Qeyd etmək lazımdır ki, bizim markalarımızdan olan Orientstar markası da 70 saatlıq güc rezervinə malik modellər təqdim edir və əlbəttə ki, daha münasib qiymətlərə. Və bəli, belə bir şey də deyim. Bu möhtəşəm sərgidə Azərbaycanı təmsil edən yeganə komanda ilə bizik. Bu hissi sözlə ifadə etmək çətindir, amma burada olmaq qürurvericidir. İndi isə US Nardinin stendindəyik. Burada çox maraqlı bir şey göstərirlər, hansı ki, karbonun növlərini göstərirlər. Burada fikir versəz, saz telləri incəliyində karbonlar var, hansı ki, bunların sıxlaşdırılmış versiyası isə bu formada olur. Saatlarda yəqin ki, sizə tanışdır bu detallar. Burada isə karbonun digər bir halıdır, daha toz halında olan. O isə sıxlaşdırılaraq alınan material budur. Hətta burada baxsaz, fərqli rəngləri belə var karbonun. Burada isə gördüyünüz kimi çəkinin sadəcə görünüşdən asılı olmayaraq dəyişdiyini göstərirlər. Məsələn, beyzbol topu daha iri ola bilər, amma ondan nisbətən kiçik ölçüdə bir şey materiala əsasən daha ağır gələ bilir. Burada isə belə bir cihaz var, hansı ki, baxsa saatı yerləşdirirlər tam mərkəzinə və saatı tamamilə həm daxilini, həm də xaricini skan edərək yandakı pəncərədə bizə onun bütün detallarını, dəqiqliyini, funksionallığını ətraflı formada göstərir bizə. Burada isə Titanın fərqli aqreqat hallarını görə bilərsiniz. Hansı ki, saatlarda bu aralar daha trenddədir. Siferblatlarda istifadə olunur, kəmərlərdə istehsal olunur. Gördüyünüz gibi orada kiçik saat detallarının sıxlaşdırılmış formada nümayiş etdirirlər. Çox maraqlı bir detaldır. Mont Blanc stendi. Sanki Mont Blanc dağının qoynunda dağ evinin içindəydik. Atmosfer o qədər realdır ki, insan bir anlıq saat sərgisində olduğunu unudur. Bir tərəfdə Heritage kolleksiyası, bir tərəfdə turbion saatlar, hər biri sənət əsəri olansa qələmlər. Mont Blanc zamanla yanaşı sözün də sənətini daşıyırdı. Mont Blanc stendində bir nəfər sevdiyiniz şəxsə özəl postkart imzalayırdı. Sadə bir jest böyük iz buraxırdı. Sizcə bu kimdir? İlk düzgün cavab verən izləyicimizə bizdən kiçik bir hədiyyə olacaq. Sərginin ən bahalı saatını deyə bilmərəm, çünki burada saatların qiymətinin yuxarısı var, amma aşağısı yoxdur. Amma sərginin ən böyük saatını göstərəcəyim indi sizə. Lange Zone markasına aiddir. Hal-hazırda sərginin demək olar ki, ən modern stendindəyik. Bu stend AWC markasının stendidir. Hansı ki, bu stenddə görsəz Formula 1 maşınları və hətta Formula 1 yarışlarını çəkən maşın belə bu stenddə gətirib nümayiş elətdirirlər. Biz bugün sərgidə bir çox markalarda istədik bunu ki, Formula 1 maşınlarından istifadə edirlər sərgilərdə maket olaraq. Amma bu nəzərinizə çatdırmaq istərdim ki, bu maşınlar adi maşınlar deyil. Yəni hər hansı bir maşını alıb gətirib burada sərgiləmirlər. Bu maşınları bir tarixi olan, bir keçmişi olan maşınlardır. Məsələn, bu gördüyünüz maşın bu yaxınlarda yayımlanan bir kino var idi, hansı ki Formula 1 haqqındaydı. Həmin kinoda qəzaya uğradılıb, çox qəşəng səhnələrdə iştirak etmiş bir modeldir. Hal-hazırda gördüyünüz bu əlindəki mikrofona oxşada bilərsiniz, amma bunu belə burada dondurma verirlər, promo kimi. Burada belə bir fərqli bir şey ediblər. Məncə yox. Sübut elə ki dondurmadır. Məncə bu dondurmadır. Sübut elə. İndi isə sərginin ən texnoloji stendindəyik. Bu stend Hublot markasının stendidir. Burada fikir versəz, fərqli texnologiyalardan istifadə edib özlərini tanıdılar. Məsələn, burada Magic Wand texnologiyasından robot burada kiçik bir toxunuşlarla rəsm əsəri yaradır orada. Ondan əlavə olaraq da bu cür texnoloji stendləri var. Baxa bilərsiniz yaxından. Burada isə fərqli bir texnologiyadan istifadə edirlər, hansı ki, buradan
ortada bir dənə mərkəzli saat var. O saata baxa bilirsiniz. Burada yaxınlaşdırıb, uzaqlaşdırıb, belə bu da fərqli bir təcrübədir və maraqlı bir təcrübədir. Və bundan əlavə demək istəyirəm ki, Hublon Big Bang kolleksiyası var, hansı ki çox məşhurdur. Onun bu il 20 illiyi qeyd olunur. Və bu tədbir, bu stend texnoloji olmaqla bərabər çox şirin bir stenddir, hansı ki burada bizə şəkər pambığı hədiyyə elədilər. Saqqalda yapışılacaq. Mən uzaq eləyim. Bir sərginin daha sonuna gəlib çatdıq. Vaxtımız nisbətən məhdud olduğu üçün sizə bacardığımız qədər maksimum gözəl stendləri, yeni texnologiyaları, ən maraqlı stendləri sizin üçün çəkib sizinlə bölüşdük. Amma ola bilər ki, bütün sərgini bölüşə bilmədik sizinlə, çünki vaxtımız məhdud idi. Bütün Azərbaycanda olan saat sevərlərə gəlib bu cür tədbirlərdə iştirak etməklərini arzuluyuram. Bundan əlavə olaraq da ki, əgər çəkdiyimiz kadrlardan ən bəyəndiyiniz məqamlar hansıları idisə, o məqamları da qeyd edərsiniz zəhmət olmasa və ya hər hansı bir məqamlar var ki, sizə maraqlıdır, amma biz bunu çəkməmişik, onları da qeyd etsəz, biz şad olarıq ki, növbəti sərgilərdə həmin kadrları da sizin üçün çəkək. Hələlik gələn sərgilərdə görüşənədək.